Yaxşı. Başlayaq. Toplu 2019 nədir? Ehtimal nəzəriyyəsi və statistika. Təhləri mən işləyirəm, cütləri də siz. Birincisi belədir uşaqlar. Sinifdəki 32 şagirdin 8-i əlaçıdırsa, təsadüfən seçilmiş bir şagirdin əlaçı olması ehtimalı nətər olacaq? Deməli, 8, bütün mümkün halları 32-dir, əlverişli hallar da 8-dir. Bir nəfər seçdiyimiz üçün 4də 1. C variantıdır. Keçirik 3-cü. Görək 3-də nədir? Məxrəci 12 olan düzgün kəsrlərdən təsadüfən seçilmiş birinin ixtisar olunmayan kəsr olması ehtimalını tapın. Deməli, düzgün kəsrlərdən məxrəci 12 olan neçə dənə düzgün kəsr var? 11 dənə. Yox. Düzgün kəsrlərdən 11 dənə düzgün kəsr var. Düzdürmü? 11 dənə. İxtisar olunmayan neçə dənədir? Gəlin baxaq. 12-ni vuranda 2 vuraq, 2 vuraq 3 deməkdir. Cütlərin heç biri ixtisar olunmur. Deməli, onda 1-dir. 3-ə bölünənlər də ixtisar olunmur. Hası olur? 1-dir, 5-dir, sürəti 5 olanlar. 7-dir, bir də 11-dir. 4 dənə mi oldu? 11-də 4 cavabı varmı? Y variantı. Yaxşı. Bu da belə. Davam eləyək. Toplu gətiribsiniz də yəqin ki. Yoxsa gənə gətirməyibsiniz. Gəl, tez. Yaxşı. Keçirik 5-ciyə. 5-ci belədir. Deyir ki, 2,2 kiçikdir, x kiçikdir 13 bərabərsizliyinin tam həllər çoxluğundan təsadüfən götürülmüş bir ədədin tez olur. Sadə ədəd olması ehtimalını tapın. Tam həllər çoxluğundan. Deməli, 3-dən 12-yə qədər 9 dənə mi edir? 9 dənə tam ədəddir. 3-dən başlayır, 12 də daxil olmaqla da. 9 dənə nəyini tapın deyir? Sadə ədəd olması. 2-dən böyük sadə ədədlər 3-dür, 5-dir, 7-dir, 11-dir. 13-ün özü daxil deyil də. Çünki orada. Nə oldu onda? 9-da 4 varmış alır. 9-da 4 də yoxdur. Çox maraqlıdır. Onda biz nəyi düz götürmədik? Bəlkə ədədi düz götürməmişik. 3-dən məxrəcdə 10 deyil, əmi? 3-dən 12-yə qədər, 1-dən başlayır. Məncə 10 olmamalıdır. 3-ü də götürəndə 10 dənə olur. 10 dənə. 10-da 4 və ya 0,10-da 4. Varmı elə bir şey? D variantı. Məxrəcə fikir verməmişik. 7-yə baxın. 7 köhnə standart sualdır. 11 dənə fişqa var. Təsadüfən götürülən fişqa üzərində ədədin 3-ə bölünmə ehtimalı. Məxrəcdə 11-dir, mümkün hallar. 3-ə bölünmə olanlar 3-dür, 6-dır, 2 dənə. 12-dir, bir də 18-dir. 4 dənə mi oldu? 11-də 4 cavabı varmı? B variantı. Qeyd edin görək. 9-cu. 9 belə uşaqlar. X kubu üstə gələk. X kvadrat çıxaq 12x bərabərdir 0 tənliyinin. Təsadüfən seçilmiş həllinin. Əvvəlcə görək həlli neçədir. X-i çıxardıram. X kvadrat üstə gələk. X çıxaq 12 bərabərdir 0. Bu da x. X üstə gələk 3. Daha doğrusu 4. X çıxaq 3 deməkdir. Düzdürmü? Mənfi 4-3-dür də köhləri məxrəcdəkinin bərabərdir 0. Köhləri x1 bərabər 0, x2 mənfi 4, x3 də bərabərdir 3 olmalıdır. 9-cunu mu oxuyuruq? Təsadüfən götürmüş həllinin natural ədəd olması. Bütün mümkün həlləri 3 dənədir. Natural ədəd neçə dənədir? Bircə dənə natural ədəd var, 3də 1 eləməlidir. 3də 1 də Y variantıdır. Yaxşı. Yazırıq 11-cini. Hələ ki, bu asan sualları tez-tez yazaq. 2 zəri birgə atdıqda düşən xalların fərqinin 1 olması ehtimalını tapın. İndi çox maraqlıdır ki, fərqin 1 olmasında biz o yer dəyişməni, bütün mümkün hallar 36-dır. Yer dəyişməni nəzərə alırıqmı? Məsələn, o görən nəzərə alınacaqmı? Məsələn, deyirəm ki, 2-1. 1-2 də görən nəzərə alınır, yoxsa yox? Gəlin yoxlayaq ikisini də da. Çünki belə deyək də, birincini 2 götürsək, 2-1 deyəndə fərq 1-dir. Amma 1-2 götürəndə fərq mənfi 1. Belə bir fikir var. Gəlin yoxlayaq.
1, 2, 1. Hələ 1, 1 götürək. Sonra deyin də 3, 2, 4, 3, 5, 4, 6, 5. 5 dənə bu. Fərz eləyək ki, 10 dənədir də, ikisini də götürək. 36-da 10, 18-də 5 varmı? Görün, deyidimi bir cavabı yoxlayın. Çünki orada bir diqqətli olaq da, ikisini də götürür, yoxsa yox. Yaxşı. 13-cü, 2 zəri. Cəmdə problem yoxdur. 13-də belədir. 2 zəri bir dəfə atdıqda düşən halların cəmin 6 olması. Mümkün halları özüm yazıram. 36. Başlayın görək. 1, 5, 5, 1. 2, 4, 4, 2. Bir də 3 qoşa. Neçədən oldu? 5. 36-da 5. Varmı? D variantı. Keçirik 15-ə uşaqlar. 15-də deyir ki, qutuda 5 qırmızı, 5 qırmızı, 3 sarı, 3 sarı və 2 qara kürə var. Bu da qırmızıdır. 2 qara kürə var. Qutudan təsadüfən çıxarıb 2 kürənin öncə kombinezon işə düşdü. 2 kürənin sarı olması ehtimalı. Əvvəla cəmi neçə dənə kürə var uşaqlar? İkisini hansı mümkün haldan seçirik? Deməli, kombinezon 10-dan 2. Bu, mümkün halların sayıdır. Nə olması deyir? Sarı olması deyir. Sarı da 3 dənədir. Deməli, onda eyni imkanlarda daha doğrusu əlverişlər 3-dən 2-dir. Hesablayın görək. Hesablayın düsturla özümüz hesablayın. Mən heç nə demirəm, hesablayın ki, yadınızda qalsın. Yaxşı. Bu 3 yuxarıdadır, aşağıda da 10 faktorial, 8 faktorial, 2 faktorial. Düzdürmü? 9 vuraq 10, 90, 45-də 3-dür, 15-də 1-dir, düzdür. 15-də 1 hansı variantdır? D? D variantı. Yaxşı, keçirik 17-yə. Gərək bir mikrofonda sağ verək, gərək şeyi yox, cavabı deməyə. 17. Deməli, belədir. Beynəlxalq şahmat turnirində 10 şahmat iştirak edir. Deməli, 10 nəfər şahmat. Püşkatmada Rəcəbov və Karpovla düşməsi hadisəsinin ehtimalını tapın. 10 şahmatçı yəqin ki, bir dəfə oynayırlar da, belə şey eləyək də. 10 şahmatçıdırsa, kombinezon 2-dən 10-dan 2, məncə, yuxarıda da 1 olmalıdır. Gəlin yoxlayaq, 10-dan 2, 1 halda. Ola bilsin ki, Rəcəbovla Karpov burada 2 variant ola bilər də. Rəcəbov, Karpov, Karpov, Rəcəbov. Görək onu nəzərə alırlar, yoxsa yox. Ondan ikimiz neçə idi? 45 idi, düzdür. 45-də bir cavabı yoxdur, var. A variantıdır. Nigar yoxla, gör 45-də bir A-dır. Hə, çünki bunlar biraz belə deyək ki, şübhəli suallardır. 19-a baxaq. 19-a. Şəkildəki diaqramdan avtomobilin qət etdiyi məsafənin zamanının asılılığı vermişdir. Saatlar üzrə gedən yolun medianını tapın. Medianda ilişdik. Bax, birinci saatda 90 gedib, düzdürmü? İkinci saat yenə 90 gedib. Üçüncü saat 180-dən 230-a qədər gedəndə 50 gedib, düzdürmü? 3-dən 4, yox, ilk bir saatda 90, sonra bir də 90. Sonra 2-dən 3-ə qədər olanda 50 gedib. 3-dən 4-ə qədər olanda 230-dan 300-ə qədər 70 gedib. Sonra da 4-dən 5-ə qədər də 90 gedib. İndi biz bunu kiçikdən böyüyə doğru düzməliyik elə. Deməli, 50, 70, 90, 90, 90. Mediandakı tək sayda olanda tən ortadakıdır, cüt sayda olanda da ikisinin cəminin yarısıdır. Tək sayda olduğu üçün tən ortadakı 90. B variantıdır. Yaxşı, 21. Bunlar artıq belə deyək ki, məlumatlar idi, yalandan gətirdilər şu an başını xarab eləmək. Median kimin nəyinə lazımdır deyə. İlk dəfə mən median deyəndə uşaqlar üçbucağın medianını tapırdılar. Birinci dəfə keçəndə. Yaxşı, keçir indi 21-ə. 21-də görək nə deyir? Deyir ki, 2 zəri eyni zamanda atdıqda üst-üzə düşən xalların fərqinin sadə ədəd olması ehtimalı. Yandım ay Allah. Fərqinin sadə ədəd olması. Sadə ədəd hansı ola bilər? Fərq ola bilər 2.
3 ola bilər, bir də 5 ola bilər. Bundan ağır olanmaz da. Gəlin bir-bir yoxlayaq. Baxın da üzmənə baxırsınız. Hamısını mən dərsi deyim, hesablayın. Deməli, birincisi 2 ilə 1-inki. Yox, 3 ilə 1-inki. 3, 1, 1, 3. Bu getdi mi? 1 tay 1 olana baxaq da. 1, 4, 4, 1. Hələ bir bunu şey eləyim, 1 tay 1. 5, 1 olmur elə. 1, 6, 6, 1. İndi keçirik 2-yə. 2, 3 yoxdur. 2, 4. 4, 2. Var mı belə? Bu heç. 2, 5. 5, 2 də var mı? Bu da belə getdi mi? Bir də 6, 3 var. 3, 6. 6, 3, 3, 6. Neçə dənə oldu? 3, 6, 9, 12 dənə. Çox maraqlıdır ki, 12, 3-də 1-dir mi cavab? 9-da 4. Onda biz fərqin sadə ədəd olması. Bunlar 2 eləyirmi? 3, 1 ilə 1, 3. Bunu düz götürdük. Düzdür 2 elədi. 1, 4 ilə 4, 1 də fərqi 3 elədi mi? Çox yaxşı. Yox, şey qalır. 6, 1 ilə 1, 6'yı da götürdük mü? 5. 6 ilə 4 qalır, düz deyəsən. Hə, biz 3'ü götürdük. 4, 6, 6, 4. Neçə dənə oldu onda? 14 dənə. Hə, 14 olanda düz gəlirmi? 14. Yenə düz gəlmir axı. 5, 3, 3, 5. Hə, 5, 3, 3, 5'i də yaddan çıxartmışıq. Bax, 5, 3, 3, 5. 16 mı oldu? 16 indi düz gəlir, bax. 4'ə ixtisar gedən 9'da 4 idim aynı gələcəm. A variantı. Hə, demək bunlar ehtimal ona görə qorxuludur ki, hansısa bir variantı yaddan çıxardırıq. Xüsusilə sadalanan variantlar olanlar. Yaxşı, keçək indi 23'ə. Görək 23'də bizdən nə soruşur? 23'də uşaqlar diaqram, nə bilim nə, 2017-18 Kənan Ruslan Muradın kütlələri verilmişdir. Modasını tapın. Of, 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 of. Bu modanı hər kim fikirləşirsə, Allah ona rəhmət eləsin. Hə, Kənan. Ağzımızı bozmayaq, qoy. Deməli, Kənan birincidə 2017-də bu nədir? Kütlə 38 kilo olubdur. 2017-də birinci 2017 yazıram, sonra 2018 yazıram, sonra isə 2019 yazıram. Deməli, Kənan olub nə? Kənancik. Kənan 2017-də olub 38 kilo. 2000 sonra 2017-də Ruslan olub, yox, hələ Kənanı yazaq. 2018-də olub 34 kilo. 2019'da kökalıb olub 40 kilo. Keçirik Kənandan sonra Ruslandır. Görək Ruslan Mağarif. Ruslan 2017'də 30 kilo olub. 2018'də yenə 30 kilo olub. Bunun qurdu var, ona görə kökalıb. 2019'da da bu 26 kilo olub. Düzmü deyirəm? Yox, 28. 28. Samir kimi kökalmıyor. Bu da günü-gündən geri gelir. Murad. Murad nə olub? 2017'də 32 olub. Yaxşı. 2018'də 34 olub. 2019'da 42. Bax, Hüseyin kimi birdən-birə kökalır. İndi nə deyir bu yaxşı? Bunu başa düşənməyirik. Deyir ki, modasını ən çox təkrarlananı da, belə deməkdir, moda bu deməkdir. Kütlə göstərən ədədlərin modasını tapın. Ən çox təkrarlanan ədəd hansıdır bir bax. İkisi də 2 dənədir. Belə ikisini də yazmalıyıq, cavab. Həmən bundan başım çıxmır. 30 və 34 modadır, eləmi? B variantı. Çox gözəl, yaxşıdır. Deməli, keçək görək. Ay, burada da mı var hə bu? 25'də. 25'də də şöyle bir yazsar şəkil var. Deyir ki, diaqramda müxtəlif ölkələrdən Qax, Qəbələ şəhərlərinə istirahətə gələn turistlərin sayı verilmişdir. Məlumat hansı dairəvi diaqram düzgün ifadə? Deməli, bu Qax, bu da Qəbələ. Qəbələ. Deməli, birinci xaxollar gəlib da Ukrayna. Ukrayna yoxdur da.
Türkiyə gəlir. Türkiyə. Sonra isə ruslar. Sarı qulaqlar. Deməli, Qəbəliyə Ukraynadan neçə nəfər gəlib? 15 nəfər. Qəbəliyə, ha? Birinci Qəbəli oldu. 15 nəfər. Qaxa neçəsi gəlib? 20 nəfər. Bunlar ağıllı adamlar. Yaxşı, türklər. Qəbəliyə gəlib neçə nəfər? 10 nəfəri. 10 nəfər. Qaxa gəlib 30 nəfər. Ona görə bahaçılıqdır. Bax, bunlar gələndən sonra. Deməli, ruslar Qəbəliyə 20 nəfər gəlib, Qaxa yaxşı get gəlməyiblər. İndi bu nə soruşur bizdən? Hansı dairəvi diaqram daha? Rusiya, Türkiyə, Ukrayna. Hə, neçə dənə? Deməli, burada cəmi olan ümumiyyətlə nə soruşur? Deyir ki, baxaq, Qəbəliyə dairəvi diaqram. Azərbaycana gələnlər nəzərdə tutulur orada. Onda 35 nəfər bulardı. Sonra 40 nəfər bulardı. 25 nəfər də bulardı. Cəmi neçədir? 100'dür. Deməli, Ukraynalılar 0,35%'dir. Türklər 40%'dir. Ruslar 25%'dirlər. Baxaq görək hansıdır? 7 mi? Gör nə boyda vaxtımız getdi. Ondan sonra 2 dənə artıq misal həll edərdik. Keçək 27. 27 belədir. Qutuda 5 qırmızı, 7 yaşıl və 8 qara kürəcik var. Təsadüfən çıxardılan bir kürəciyin qırmızı və ya yaşıl olması. Bir kürəcik neçə nəfər edir? 20 kürəcik. Qırmızı və yaşıl 5 üstə gələk 7 deməkdir. Bu da 20'də 12 və ya 10'da 6. 0,10'da 6. O da nə variantıdır? D variantı. Elədim aynı gəl. Yaxşı. 29'a da baxaq. Görək nədir? Çox yüklənməyim də hara tələsirik. Rahat hələ. Martın axırına kimi vaxtımız var. 29'da da deyir ki, A çoxluğunda elementlərin sayı, yəni NA 23'dür. B çoxluğunda elementlərin sayı, yəni MB 11'dir. Ortaq elementləri, bu nə deməkdir aşağılar? Kəsişmə B bərabərdir 4'dür. Bu çoxluqların birləşməsindən təsadüfən götürülən bir elementin ortaq element olması. Birinci birləşməsini tapmalıyıq da. NA birləşmə B bərabərdir. NA üstə gələk MB çıxaq NA kəsişmə B. Düzdürmü? Bu da bərabərdir nə edir? 23 üstə gələk 11 çıxaq 4. Bu isə elədi 30. Kəsişmədən olması eyni imkanları 30'dur deyib birləşmədən. Ortaq elementdəki əlverişli hallar da 4'dür. 15'də 2 var mı? Aynı gəl. A variantı. 31 görüm elədimi yoxsa? Heç nə, bunu da özümüz 30'a qədər yazarsınız. İndi deməli mən keçirəm nəyə? Təkrar sualımıza. Təkrar bunu dayandırım.